İnsan niyə bəzən öz-özünə danışır? Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Yəqin ki, bir çoxunuz öz-özünə danışma kimi hallarla qarşılaşmısınız. Kimisində əsəbi olduğu zaman, kimisində isə təklikdən özünü büruzə verir. Maraqlıdır, insan niyə öz-özünə danışır? Bu, çoxlarının düşündüyü kimi dəlillik əlaməti deyil. Əksinə, elm göstərir ki, öz-özünə danışmaq beynin normal və hətta faydalı funksiyalarından biridir. Psixologiyada buna self-talk, yəni daxili və ya xarici özünlə danışma deyilir. Məşhur psixoloq Lev Vygotsky hesab edir ki, insanın uşaqlıq dövründə ucadan danışaraq düşünməsi normal inkişaf mərhələsidir. Uşaqlar əvvəlcə fikirlərini səslə ifadə edirlər. Sonra bu danışıq tədricən daxili nitqə, yəni beynin içində səssiz danışığa çevrilir. Amma böyüklərdə də bu proses tam yox olmur. Elmi araşdırmalar göstərir ki, insan öz-özünə danışanda beyin planlama və qərar verməklə bağlı hissləri, xüsusilə prefrontal korteks aktivləşir. Bu, diqqəti toplamağa, problemi analiz etməyə və qərar verməyə kömək edir. Məsələn, bir şeyi axtaranda açar hardadır deyə ucadan demək, beyin diqqət sistemini aktivləşdirir və tapma ehtimalını artırır. 2012-ci ildə ABŞ-da aparılan bir təcrübədə iştirakçılar itmiş əşyaları tapmalı idilər. Öz-özünə həmin əşyanın adını deyənlər deməyənlərə nisbətən daha tez tapırdılar. Bu onu göstərir ki, sözlər diqqəti konkret obyektə yönəldir. Öz-özünə danışma həm də emosiyaları tənzimləməyə kömək edir. Məsələn, insan stresli vəziyyətdə sakit ol, bacaracaqsan deyəndə beynin qorxu mərkəzi olan amigdalının fəaliyyəti azalır, məntiqi düşünmək isə artar. Bəzi hallarda isə insan tək qalanda beynin sosial mexanizmi aktiv qalır. Beyin ünsiyyətə proqramlaşdırılır. Danışmaq insan üçün təbii ehtiyacdır. Ona görə də bəzən insan öz-özünə danışaraq sanki beynin ünsiyyət ehtiyacını ödəyir. Amma vacib bir məqam var. Əgər insan öz-özünə danışanda real olmayan səslər eşidirsə və bu səslər ona əmr verirsə, bu artıq psixi sağlamlıq problemi ola bilər və mütəxəssisə müraciət etmək lazımdır. Normal öz-özünə danışmaq isə insanın düşünmə mexanizminin bir hissəsidir. Qısaca desək, öz-özünə danışmaq diqqəti artırır, problemi həll etməyə kömək edir, emosiyanı tənzimləyir, yaddaşı gücləndirir. Yəni, sən bəzən özünlə danışırsansa, qorxulu heç nə yoxdur, əksinə beynin işləyir deməkdir. Dəyərli izləyicilər, sağlamlığımızı qorumaq hər birimizin borcudur. Onun üçün də paylaşdığımız bütün videolardan məlumatlanın, faydalanın və ən əsası əməl etməyi və kanala da abunə olaraq videonu bəyənib şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.